Mənim əsas ət yiyirəm var ya. Nə oldu be? Nə oldu be? Yine. Hanım. Ay hanım. 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 Canım. Ablam. Ben evde işləyirəm qaşı. Canım. Evlere gedəndə 80'a gedirəm. Salonda işləmirəm. Eve gedəndə fərqi nədir? Nə danışırsan? Qurban olum. İndi durduq da yuxudan. Bir dənə bunu yedim. Bunu da burnumun deşiğindən tökdük. Ulan mənim axırıma çıxacaq da mən biləm. Yo ne danışırsan? Ne danışırsan? Bunlar mənə tak çəkir. Tak çəkir. O kaynanalar baldızlar olur istəməyən gəlini. Yaxşı ki vəzifə başında deyilsən. Mənim vaxtım yoxdur vəzifədə işləməyə. Mən elə belə vəzifə başındayım. Bütün nə? No, çox sağ ol. Qazancın bol olsun. Can başıma dönərəm. Qazancın bol olsun ablam. Çok sağ ol. Kaşan kız diye. Senin karnın bu arada kafamda yavrum vuruyor. Niye ağlıyorsun ki? Gel aramın uzadım var benim ağrısı. Şeyleriyiz kırılsın bile. Çata bak. Kim attı mənə hediyə? 001 teşekkür eləyirəm. Minnətdaram. Qazancın bol olsun.
Allah rahat çatay nəyə baxım, nə olub? Qolları niyə göm-göydü, nə bilim, yetişləyiblər. At bloka kimi? Kimi? At kimi? Belə bilmirlərim neyinin sözüsünə oturub söhbət edir. Ay ablam, qurban olaram sənə abla, qozumu qoy fındığımın üstünə, bu dəqiqə fındıq bahadır, qozla bir dənə şəkəri bura çıxır, Qurana çıxır, Qurana çıxır, Qurana Rağlı ki kəlmə söz deyim. Fındıq bahadır, qozla pişirin. Eve geleceğim, o telefonu təpəvətçiysən. Eve qalxmıram, səni gözləyirəm, əynivi geyin, duşlaba tez ol. Raul, mənim açma ağzımı, müəllimə spravka istəyir, nədən xəstəsən sən? Aşağı düş. Evimizin qabağındayım, tez ol. Ver telefonu nənəyə. Mama, mən evə qalxsam onu sürüyəcəm, mənim əlimdən alamayasın, ha? Düş aşağı! Xəstəyəm. Az görmürsən? Xəstəyəm, deyir, dərsə qədəmlərəm. Sör yiyir, özü üçün o bahalı pendirdən. Daha çox xəstə pendir yiyir. Öyle deyir, Raul, yığma məni. Bir dəqiqə deyəm. Aşağı düş. Mama, aşağı düşsün. Düşmürsən ki. Aşağı düş. Bir telefonu kardeşim, ha? Eynimi giyin de bay aşağı. Tez ol. Ya. Düşmürsən ki. Allah'a and olsun. 35'e kadar gözləyirəm. Səni elə gəlib sürüyəcəm. Bütün bina gələcək o səsə. İçin oğlu it. Düşrətdə o getərsə. Mən sənə pulza verməyəcəm bundan sonra. Aç git. Xarab nəsli. Elə bir kişi saxlamaq anlıma yasılıb. Pox edim doğdur səni, necə oldu doğdum səni? Çıçkıbey oğlu, rədd ol get də. Gedmirsən ki dərsə. Gedmirsən ki. Allah'a and olsun. Müəllimə özün verərsən. Valideynlər də mənə baxır. Özün cavab verərsən. Davay getdin. Sənə Allah vurub.
Atam da beləydi. Attım bayrağı düzəldi. Onda gec oldu. Yaxşı. Ev elədiyini. Səni Allah vurur. Mama, mən maşın sürürəm, mən xəstə adamam, dərmanlar zad içmirəm, müalicə almıram, imkan ver sizi böyüdüm, mən öldüm qalacaqsa itin balası kimi küçələrdə. Qoy səni böyüdüm, mənim nervlərimlə oynama. Gedirsən, getmirsən, müəllimənin nömrəsini atıram, nənənlə bir yerdə sən gələ, mənə artıq söz deməsin müəllimən, davay. Səni mən... Alo. Tez ol. Belə gələrsən, aton da belə yaxırdı. Koda alındı. Başı ağrıyor. Ralın başı ağrıyor. Bacı, dərsə getmək istəmir. Sən kimsən, sən başın ağrıya? Müəlliməsən, iş adamısan. Əziyyət çəkirsən, mindi satırsan, moykada işləyirsən, boltda işləyirsən, sən başın niyə ağrıyır bala? Bütün günü imtihana hazır, sən başın niyə ağrıyır ki? Nə ağrırsan ki? Bütün günü 30-40 kilosan, 7 kilo, 40 kilosan, 7 yaş 40 kilo. Nəfəs ala bilmirsən. Bəs az yiyib başın ağrımasın. Az yiyib. Arada gedə başa gəbə başa, başın ağrımasın. Başım ağrıyor. Vazgeç, az ben kişi saxlayanam. Az, dinmə. Mən evdə anama pul vermirəm. Deyirəm, mənə bazarlıq elə, bazarlıq de. Borca pul istəsə, mən anama vermirəm. Mən heç kimə pul vermirəm, bacı. Yo, başımın daşıdır mənim kiməsə pul verməyim. Sevmədiyim şeydir. Yox. Mən oğul saxlayanam, az 17 yaş, tamam. Universitet, gedirsən, boltda işləyirsən, oradan da çip xərcliyi verirsən. Mən nəyəm az? Yo. İdmana yazılsa, istəsə idmançı olmaq, həm idman, həm təhsillə məşğul olmaq. Həm idmana yazılsa, ya bir sənətlə məşğul olsa arxasındayam. Amma universitetdən gələndən sonra avara, tüley küçələrdə gəzməkdənsə geçsin işləsin. Mən atasız uşaq saxlayıram, bacı. Mənim sizin kimi dalımda, yanımda, böyürəmdə kişim yoxdur. Dağ boyda ərim yoxdur, dağ boyda qardaşım yox, atam yox. Mənim oğlum atlananda düşəndə deyim ki, az, aton gəlir, az filan gəlir. Ona görə mənim uşağım əziyyət çəkməlidir ki, həyatda əziyyət çəkmək nədir bilsin, pul nədir bilsin. Olmaz. Tək oğlan uşağı saxlamaq havadan sudan döyürür. Sen alasındır. Ha, sen iyi alasındır. Tün de. Niye dönebilirsin ki? TikTok'u değil sen şimdi. Ha, TikTok. Ya. Yolu geçip bundan buraya. Allah'ın ötesi yani. Ya. Ne kulağında bana bir Allah. Ha diyor. Niye TikTok yeri durursun sen?
Soker dörsün. Mama yorğunam, bezirəm. Valla səni də atacağım bloka, nəvələrimi də. Mama bezdirməyin də məni bu qədər. Bizmi? Ay Allah, nömrəmi bir dənə özümə geyim, 3 manata nömrə alım. Quran haqqı gedirəm nömrə almağa özümə. Yo, evdəkilərin əlindən bezirəm. Mənə dəqiqə başı o qədər çox yığırsınız. Lazımsız şeylər, lazımsız zəhlər. Mən nə qarırsınız siz? Nə qədər telefon donar, bəs sürün də, da oturun da bizdə. Yox, bu nə hərəkətlərdir bunlar? Bu nədir bu? Anam telefon verme. Ay mənə zəng eləmə qızım. Qızım, mənə zəng eləmə. Başa düşdüm, mən səni özüm saat 2-də yığacağam. Mənə yığma. Hə, vəsə, mənə zəng eləmə. Sözüm var, yaz, yuxarıdan oxuyuram. Mənə zəng eləmə. Eşitdin məni? Vəsə. Adama bu qədər zəh vurmurlar. Mama tuvalete gedək. Mama su qoyaq. Mama xaçapuri yeyək. Mama bəlkə doydum. Görürsən doydum mama. Mən nə bilim, mən küçədəyəm. Mən nə bilim sən doydun, doymadın. Mama başımı 2 dəfə yuyum şampundan, yoxsa bir dəfə. Az mən nə bilim. Külməyim ana başıma, hə, yaxşı. Yaxşı. Nə olar ki? Kül əzizlərimin başına. Az özünü reklam elə. Yo, bunlar ideal anadır da. Bacım, mən telefon əlimdə maşın sürməliyəm. Gebirək kiminsə maşınına girməliyəm ya da kiminsə uşağını öldürməliyəm. Onda deyəcəklər ki, nə gözəl anasan sən, uşağınla danışırdı. Məhkəmə zalında deyəcəksiniz ki, Zuzu uşağı ilə danışdığına görə getdi cəmaatı uşağını öldürdü. Eşitirsən? Davay bloka. Sonradan görən anandı, bacındı, evindi, körpəndi. Davay. Davay. Davay, davay. Hə. Atası səndən uşaqları alar. Atası mənim tərbiyəmə qarışa bilməz bacı. Atası bu vaxta qədər 9 ildə bir dəfə mənim hansı işlətdiyim sözü ikinci söz işlətməyib. Heç vaxt. Nə də mən onun atasını hörmətsiz eləməmişəm evdəki, onun atası məni hörmətsiz eləyir. Biz qarşılıqlı bir-birimizə hər zaman hörmət eləmişik, uşaqlarımıza görə. Bəli, bugünkü gün onun atası da mənə hörmət eləyir. Necə kişidir, başı düşmədim. Neyləməlidir? Gəl qızımda oğlunu döyməlidir. Sizin nəslinizdəki kişilər necədir? Bizimki də elədir. Başa düşmədim. Sən mənim uşağımın atasının kişiliyindən nə işin var? Mən sən qardaşlarımın kişiliyindən danışıram. Axmağa baxı. Gidiyoruz uşağımın atasının kişiliyindən danışsan, mənim uşağımın atasının kişiliyindən danışa bilmərsən bala. Bekardılar. Niye ayrılmırsan? Ne bileyim, indi bir-birimizə hörmətsizlik elədik. Ona göre. Kısmet beləydi, belə də oldu. Belə lazım idi, belə də oldu. Olub da. Gözlərim yoyol insan deyim. Uşaqlar əlbəttə adam bezdirir.